Hə, dayı. Heç nə məhkəmənin qərarı gəldi də. Ölüm statusum rəsmi olaraq ləğv olunub. Axır ki, təbrik edirəm, gözün aydın. Hə, çox sağ ol dayı. Qeydiyyat şöbəsi də təsdiqlədi. Mən də gəlmişəm təzə vəsiqəmi götürməyə. Hə, mübarəkdir. Ne diyeyim ki? Teze yatın uğurlu olsun. Uğur, nə bilim dayı, Uğur biraz çətin bundan sonra. Gelmirsen pes yanıma. Yo, görüşüm var dayı. Kim? Nigar gəlməlidir yanıma. Kadir. Bak düz eləmirsən. Senin davan Bəbirləndir. Kızla işin olmasın. Nasim dayı. Hə dayı, danışarıq da, Nigar gəldi. Danışarıq, yaxşı. Hoş geldin. Hoş gördük. Üzüllü tıkaç var idi, biraz geciktim. Canın sağ olsun. Bura niye çağırmışsan beni? Əslində bura yaxın bir yerdə işim var idi, ona görə çağırdım. Amma belə ürəyin istəyir, gedə bilərik də. Nə olub? Yaxşısan özün? Necə olduğumu demək istəmirəm. Çünki deyəcəksən ki, bu qız ancaq negativ yayır. Yox, mən niyə elə bir söz deyim ki? De görüm nə olub da? Atanla bağlı nəsə olub yoxsa? O qız bizim evimizə girəndən onsuz da hər şey alt üst olub. Nə olub da, de görüm da. Atamın işləri pis gedir. Evi də dəyişmişik. Ona görə keyfim yoxdur. Həm də ki, əsəbiyəm. Hər şey necə belə tez olub, birdən-birə? Nə baş verdik? Nə bilim, onun sözünə qulaq asdı, o nə dedi, onu elədi. Sonra da müflis oldu. Atam da o qıza boş-boş vədlər verir. Deyir ki, hər şey yaxşı olacaq, hər şey düzələcək. Qız da inanır. Elə bilir atam təzən milyonçu olacaq. İnanmasaydı çoxdan atamın yanından çıxıb getmişdi. Bir dəqiqə də qalmazdı onun yanında. Nə oldu? Gedək də, gedək. Ürəyim sıxıldı mənim. Hara deyirdin gedək? Bir yer bilirəm, həmişə ailəmlə bir yerdə getdiyim yerdir. Bəlkə ora gedək. Haradır ki ora? Ya da boş ver, ora getməyək. Niyə gedək də? Özümə də maraqlı gəldi. Gedək. Amma yolumuz uzundur. Olsun da. Gedək.